mən Trendyoldan deməli manat daxil almışam. Paket bugün gəldi mənə. Türkiyədə olduğum üçün tez gəldi paket. Amma Azərbaycana da göndərirlər bildiyiniz kimi. İndi paketi açıb sizə içindəki daxılı göstərmək istəyirəm. Yəni manat daxılıdır, taxtadan düzəlib. Demək paketi açdım. Paket bu şəkildə gəlir. Həm Azərbaycana da gəlir, həm də ki Türkiyə içərisi göndərirlər. Bax belə bir kartondadır. Bağlı möhkəm. Fikirləşməyin ki, böyük bir daxıldır, balaca bir daxıldır, amma 5000 AZN, yəni 5000 manatlıq daxıldır. Paketi açdım indi. Üstündə belə bir lent var. Sarvara daxıldır. Deməli, manat daxılı. Bax, bu şəkildə gəlir. Bunu açıb özünüz yığmalısınız. Burada ortada elə bil ki, barkod var. Barkodu oxutmaq lazımdır. Ya da YouTube'dan Kalides yazın. Kumbara kurulum. Yəni, kumbaraqlar daxıla kumbara deyir. Yəni, ümumiyyətlə, bizdə Azərbaycan türkçəsində daxıl deyirlər. Türkiyə türkçəsində kumbara deyirlər. Bunu elə bil ki, kurulumu yazın, orada tapacaqsınız videonu. Amma çox asandır kurulumu, o qədər çətin deyil. Mən aldığım 5000 AZN-likdir indi. 10.000 manatlıq da var. Trendyolda girib Kalides yazın, yuxarıda axtarış verin, orada bu kumbaralardan satırlar, yəni daxıllardan. Deməli, mən hazır artıq düzəltdim birini. Burada deməli, bu şəkildədir, görün dostlar. Yuxarıda həm qəpiyi atmaq üçün də var yer. Həm də ki, ortadan kağız pul atmaq üçün də yer var. Belə bir taxta materialdandır. Yüngül materialda, amma taxtadır. Çox belə ağır da deyil. Bunu özüm yığdım. Deməli, yığmaq üçün siz özünüz də yığa bilərsiniz. Yəni, bunun içində sənədi çıxmır, necə yığırlar bunu. Özünüz, yəni, baş işlədib rahat yığmaq olar. Deməli, burada üstündə qeyd olunub, nə qədər ata bilərsən də pul, yəni 1 lira, 100 lira, 5 lira, 20 lira ata bilərsən. Hər atdıqca da pozursan burada, elə bil. Tutaq ki, 1 lira attın, pozdun, 100 lira attın, pozdun. Üstünə pozursan, axırda dolur 10.000 TL olur aşağı. Biraz ola bilər, iyi gəlsin bir damcı, sonra deyəsən iyi keçir. Üstü lakirovunlu materialda, amma çox yüngüldür. Ölçüsü çox o qədər böyük deyil, yəni normaldır. Hər dəfə pul atdıqca silməlisiniz. Baxın, mən artıq silmişəm, deməli. Hər dəfə tutaq ki, 1 manat atırsınızsa, 1 manatı silirsiniz. 100 manat atırsınızsa, 100 manatı silirsiniz. Burada indi Türk lirasıdır. Deyənə, mən Türk lirası atmışam. Artıq 10.000 TL'dir. Yəni 10.000 TL yığmaq üçün bu cədvəldə olan bütün məbləğlər silinməlidir. Bu daxıllardan 2 versiya var. Var 5000 manatlıq olanlar var, bir də 10.000 manatlıq olanlar var. İndi hal-hazırda məndəki 5000 manatlıqdır. Yəni burada cədvəldə olan yalnız 5000 manatlıqdır. Bir də var 10.000 manatlıq. Onun da ölçüsü eynidir, bunun kimidir. Bayaqlar göstərdiyim kimi Türk lirası kimi eyni materialdandır. Eyni lakirovlu materialdandır, taxtadandır. Baxın, bu şəkildədir. Burada yenə də məbləğlərdir. Burada elə bil ki, 100 manatdır, silirsiniz. Atdıqca silirsiniz. 1 manat atdıqca silirsiniz. Artıq 5000 manat yığa bilərsiniz. Böyle. İstəsəz 10.000 manatlığını da ala bilərsiniz. Çox gözəldir. Taxtadan qeyri-adi bir daxıldır. Yəni, həmişə görmüşəm mən dəmirdən olsun daxıllar. Yəni, dəmir materiallar. O Çinin ucuzlu materialları var ya, belə üstündə şəkillə. Amma bunlar taxtadandır. Bunu Türkiyə istehsal edir. Ona görə dostlar, alın, istifadə edin. Mənim çox xoşuma gəldi. Dedim, ona görə videonu çəkim, sizinlə paylaşım. Təşəkkür edirəm videoma baxdığınıza görə. Dostlar, imkan varsa aşağıdakı düyməni basıb kanalıma abunə olun. Bir də yadımdan çıxdı, qiymətini sizə deyim. Təxminən 79 TL yaxındır. Yəni, çox o qədər baha deyil qiyməti. Yəni, alın, istifadə edin. Azərbaycana gəlib çatmaq vaxtı biraz uzun sürə bilər. 3 gün, ya 4 gün, ya 5 gün ola bilər. İndi baxır onun gətirmə vaxtı ilə. Amma Türkiyə içərisi tez çatdırırlar.